Düz bir adam atasını itirer, atası da qüdrətli adam olsa, güclü adam olsa, ona arxa dayaq olsa, həmişə qəmlənir ki, atamın ölən günüdür. Atam olsaydı, indi belə olmazdı. Atasını itirən, xüsusən az yaşında itirənlər bunu həyatında görür ki, atam olsaydı belə olmazdı. Onu dayaq bilir, onun nəzərini öz üzərində hiss eləyir. Atası ona güc verir, dəstək verir. Və insan özünü kimsəsiz hiss eləyir böyüksüz qalanda. Və bu ancaq az yaşlı adamlara aid deyil. Biz insanlar bu mənada elə həmişə bu xüsusiyyəti saxlayırıq, uşaqlarda olan bu xüsusiyyəti. Bizim bizi sevən böyüyə ehtiyacımız var. Bu bizim fitri tələbimizdir. Biz istəyirik ki, bir nəfər bizə diqqət ayırsın, bizə məhəbbət göstərsin. Böyük bildiyimiz adam bir dəfə fikirli olub yanımızdan diqqətsiz keçəndə narahat oluruq ki, mən bunu böyüyüm bilirəm, bu mənə fikir vermədi, bu məndən soyuq görüşdü, etinasız oldu. Çünki insanda fitridir, insan istəyir bir böyüyə təzim eləsin və onun sayğısını, məhəbbətini görsün, onun dəstəyini görsün. Biz beləyik. Bir adamı tapmayanda ki, bizdən böyüdür və bizi sevir, başlayırıq sevgi dilənməyə, diqqət dilənməyə, hörmət dilənməyə. Ondan bundan sevgi istəyirik, sevgi umuruq. Çox vaxtı oxumuz daşa dəyir. Çünki dünya vəfasız bir yerdir. Oxumuz daşa dəyir, görürük ki, vəfasız imiş çox adamlar. Və məyus oluruq. Çünki biz başa düşməmişik ki, belə bir böyük var bizim başımızın üstündə ki, onun sevgisi bizə bəsdir.